Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiya paketini bir il müddətinə uzatdı. Bununla bağlı Prezident Donald Trump sərəncam imzaladı. Qərar Rusiya-Ukrayna müharibəsi və qlobal təhlükəsizlik üçün yaratdığı təhdidlər fonunda verilib. Birləşmiş Ştatlar Rusiyaya qarşı ilk sanksiyaları 2014-cü ildə Krımın ilhalqından sonra tətbiq edib və bu günə qədər 4000-dən çox fərdi, eyni zamanda hüquqi şəxsə qarşı sanksiya tədbirləri mövcuddur. Və biz Azərbaycan Televiziyasının Rusiya bürosundan Zakir Müsayevin bununla bağlı istərdiyi fikirlərini, gözləntilərini öyrənək. Hər vaxtınız xeyir olsun. Buyurun, eşidirik sizi. Vəziyyət izah eləyər zəhmət olmasa. Bəli, hər vaxtınız xeyir, Rasim. Tamamilə doğrudur. Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump Rusiyaya qarşı sanksiyalar paketini daha bir il müddətinə uzadıbdır. Sözsüz ki, Rusiya tərəfi də son hadisələrə reaksiyasız qalmadı və Rusiya Dövlət Dumasının sədri Vyacheslav Volodin bildirib ki, Rusiya Amerika Birləşmiş Ştatları, o cümlədən də elə Brüsselin sanksiyalarına baxmayaraq çətinliklərin öhdəsindən uğurla gəlir. Ekspertlər iddia edir ki, hətta daha ağır embargoların tətbiqi də mümkündür. Sözsüz ki, sanksiyalar Rusiya milli valyutasından da yan keçmir və artıq rublin dəyərdən düşmə ehtimalı da artır. Bütün hallarda bugünə kimi Avropa İttifaqı və Amerika tərəfindən Rusiyaya qarşı 28 sanksiya paketi təsdiq edilib ki, sanksiyaların daha çoxu enerji, maliyyə, müdafiə və texnologiya sektorlarını əhatə edir. Belə Rasim, bu saatlıq Rusiya bürosuna çatdırmaq istədiklərim bunlardan ibarətdir. Söz yenidən sizdədir. Çox sağ olun, minnətdarıq sizə. Bəli, Rusiya bürosundan müxbirimiz də öz fikirlərini bildirdi.